Birincisi, mənim ailəmi heç kəs müzakirə eləyə bilməz, kimliyindən asılı olmayaraq. İkincisi, keçən həftənin 4-cü günü mənim qaynatan mobil kişinin, bacanağının anası idi stüdiya zəng eləyən, məni uşaq oğrusunda deyir, Hidayət Əliyev, Nağariv nətər eləyibdir. Mən Muradla danışa bilirəm, telefonla bir gün də danışmışam. Murad deyir ki, mən burada Qaraqanda türmədə, mən izləyirəm Xoşqədəm xanımın verilişin, özüm gələndə kimin cavabının ləyiqi nədirsə onu verəcəm. Qaldı ki, mən İmişliyə gedəndə mən heç kəslə məsləhət eləyib getməmişəm mən bu yola çıxanda. Mənim atam halalıq verib, mən düşmüşəm bu izə. 5 dəfə İmişliyə getmişəm, üstümə atverka çıxardıblar, söyüblər, dalaşmışam orada İmişlidə. Tək də getməmişəm, şahidim də var. Dostum Fikrətlə getmişəm İmişliyə 5 dəfə. Getmişəm Qazaxıstana. Təzədən mən bu yoldaşımın bir kəlmə sözlə kim Gülnarədi, Elnarədi o kimdir o ki onun sözü ilə ya analiz verək, yana qayraq, neyniyək? Bəlkə də burada kiməsə rüşvət veriblər onlar. Bir nol onları xeyrinə Xoşqədəm xanım. Sıfır bizik. O sümüyü ağrıydı. Oğru elə danışdı ki, doğrunu bağrı yarıldı. O sualına bir dəqiqə. O dedin ki, məsələ rüşvət verilib. Kimi nəzərdə? Yox, burada bizi niyə suç duyurlar bəs? Yox, kimi nəzərdə? Burada oturan müəllimlərdən. Qardaş, qardaş itib, ana ölür. Bir dəqiqə üzr istəyirəm, sözümü kəsməyin. Xahiş edirəm də. Neçə gündür siz danışırsınız, bir dəqiqə mən danışıram. Mən eşitmək istəmirəm də bir kəlmə söz. Mən də onda sizi eşitmək istəmirəm. Ona deməkdir buradakılar ittiham edirsiniz. Elə şey olar. Ana ölüb, qardaş itib, ata ailə həyat qurubdur. Bu başqa məsələ. Mən bu bacını, qızı göndərməli idim ki, get axtarış elə. Bunlar eləməli idim mən. Olmalı idim səninlə. Bu nə danışdıysan? Danışdığınız sözlərin cavablarıdır. Danışdığınız sözlərin cavabları. Səhv danışıram, eləmi? Nağıl danışma burada. Nə nağıl danışıram? Qardaşının problemi oldu, kim həll elədi? Özünün problemin oldu ki, büyünə kimi ağarmısan? Neynəmsən ma büyünə kimi? Nağarmısan ma büyünə kimi? Tutuldu, kimdir həll elədi? Ha, mən avariya elədim 15-ci ildə, yanımda xanım var idi, sən onu deyirsən? Mən də çox şeylər demirəm. Denən, nə bilirsən denə, heç deməsən, denən, nə bilirsən denə? Bura ailə şeyə gəlmək. Düşmüsən yetim qızın üstünə, heç ağlın gəlirsən nə danışırsan? Sənin ağlına gələn danışırsan heç bir səsən danışıram, eləmi? Səhv danışırsan. Mən səhv yerində tanıyıram. Prosto ki, burada bir söz deyirəm. Hamma deyir ki, kimsə sondaj elədin, nə vardın, nə sondaj eləyirəm? Bir nəfər gəlsin, sənin yanında dayansın, sənin sözlərin təsdiq eləsin. Nə yoxdur? Nəyə cavab verəsən? Mən elədiklərimi eləmişəm, elədiklərimi eləmişəm. Başa düşsən məni? Az eləmişəm. Ay Xoşqədəm xanım, Qazaxıstandan mənə zəng edirlər ki, Muradın hansı sənəti varsa, sən də onu mənə göndər. Murad hansı türmədədir, yerin bizə denən. Qardaş, oğul qalıb bu yüzdə. Ya sən biz başa düşmədim ki, danışırlar, mənim başım çıxmır burada. Mən bura özümü reklama çıxartmamışam. Mən Murad lazımdır. Qulaq asmaq lazımdır. Sizin də köməkliyinə onu gətirəsiniz. Nəyə görə çıxımsan sən? Birinci növbədə bir üzr istəyirəm bir dənə. Aydınlıq vermək lazımdır. Nə burada Xoşqədəm xanım, nə də burada oturanlar nə rüşvət alır, qardaş. Hamı fikrini bildirir. Min dənə şey siz deyirsiniz. Mənim ailəmə heç kəs fikir bildirə bilməz. Ailə içində deyil. Ailə üçün o deyilib ki, dəfələrlə mən sizin tərəfinizdə olmuşam. Amma keçən dəfə ki, o kişinin orada tərkləmə. Başqa yerdə həqiqətsizlər danışırlar. Qulaq as, mən bir insan olaraq demişəm ki, bu övladı bu kişi böyüdüb. Heç olmasa insanın ürəyi sızılamırdım, o kişi az qaldı ürəyi yatsın orada. Bir ona bir vicdan var. Atadır, bu ata qardaş böyüdüb onu. Qardaş, sən bir 5 dəqiqə mənlə qıraqda söhbət elə də, gör mən sizdən nə danışıram. Qardaş, qıraqda söhbət mənə lazım deyil. Mən söhbət elə burada eləyirəm. Yox, mən gördüyümü danışıram. Mən qıraq lazım deyil. Anası ölmüş qardaşı itmiş qızdan danışırsınız. Ha, qardaş, onun səbəbkarı bir kişidir. Nəyin səbəbkarı kişidir? Mən Murad axtarıram, mən kimləsə günahsada axtarıram. Yox, səbəbkar deyil. Qardaş, elədirsə mənim qoçaqlığımdan niyə danışmırsan? Kim? Sən qoçaqlığın özün danışırsan da. Sən danışsan, niyə danışmırsan? Yox, mən sən qoçaqlığın harada görmüşəm ki danışım. Mən söhbət elə bilim deyəsə, deyəndə nə var? Mən səndən niyə söhbət eləməliyim? Mən başa göstəribdi. Mən Qazaxıstan tanıyıram. Mən öz Pəhlivan. Bir dəqiqə xahişəm, qulaq asın. Eşidirsiniz? Qaralıyız adamı. Heç kimi qaralamır, qardaş. Bir dəqiqədən. Qazaxıstandan sən gəlirlər ki... Qardaş, eləmişsən, Allah razı olsun. Eləmişsən, bunun üçün təşəkkür edirik. O ayrı bir məsələ. Amma hansı söhbət sən o qədər narahat edir? Mən o başa düşürüm. Kim sabah gəlib çıxacaq ki, burada mən filan uşağı haradasa görmüşəm. Qardaş, itiyi axtaranları danlayırsınız.
Kiməsə zəng eləyirsən, Nağadı Xoşqədəm xanıma zəng eləyir ki, məni şantaj elədilər, mənə nəsə dedilər, nağardılar. Deməli də qarşı tərəfdə fikir bildirməlidir. Arasında da sözümü deyərdim. Müəllim, biz Amma ondan- demədim, Ay, Murad dedi ki, zəng- özüm gəlib zəng cavab gəlib verəcəm. başlayırsan. Ona görə də Atam şəhərliyəm. Bir dəqiqə. Öz ata demlə Ay, mən bir dəqiqə ya. şəhərliyəm. Ay, mən bir Mən dəqiqə. nəyim şəhərliyəm mənim? Nəyim şəhərliyəm mən? Nə armışam mən şəhəriyə? Ha? Oğurluq eləmişəm, uşağı mən oğurluq sən nətər kişisən ki, belə qız böyütmüsən? Ha? Mən onu yaxşı Ha? böyütdüm, ama sizin içinə Sən düşən var yerə ha, şey oldu sənin bu. yerinə başqa adam oradan buna əl uzatsaydı, mən o barmaqları kəsib onu Nəyi? gözünə soxardım. Nəyi Onu da əl uzadıram bilirsən ki, Məhəmməd? mən onu O eləyə deyil, bilirəm. hə, keçirilməz Eləyə bilirəm. ola. Təbii. Gəl məni qurtar. Sən nəyinə zəng elədin Məhəmməd? Kim sənə ona zəng fikir elədin? vermə. Tutmusan Bu bu sən- Mən yaxşı bilirsən Ha? mən kim olduğumu. Mən yaxşı nə bilmirəm qadir olduğumu kimsən. sən Heç qəşəng bilmək də istəmirsən kimsən. Ay, Bəli, fikir vermə, ayrı ay, sözüm var. Aydın, Bax, xahiş gələcək edirəm. edə O bilərik. cavabların hamısını Xahiş sən edirəm, Ayrı bir söhbətə dəqiqə gəlmə. bağlanaq, gəl belə eləyək. Uşağın məsələsini əllərinə Ay, kişidən də yaxşı. Arvad sözü ilə oturub durursan, bilmirsən nə qarəsən. Xahiş Hidayət, edirəm. diş yoxkən dodaq var idi. Sən olmayanda o qızın atası var idi. Ona görə də sən ata ilə qızın arasına girə bilməzsən ha. Ətlə dırnağın arasına Əziz girən qardaşım, iyrəni çıxar. bu qız var ha, mənim gözümün qabağında böyüyüb. Mən onun gözünün qabağında böyümüşəm. O yaxşı bilir nə.